Qapını çırpıb çıxırlar, evə gec gəlirlər və ya günlərlə evə qayıtmırlar. Bakı və rayonlarda son bir həftə ərzində bir neçə azyaşlının itkin düşməsi ilə bağlı xəbərlər yayıldı. Daha sonra isə bu uşaqların evi tərk etdikləri, kiminin oyuna, kiminin Gəncəyə gəzməyə getdiyi məlum oldu. Valideynlər bəzən bunun sadəcə yeniyetməlik dövrü olduğunu düşünür. Amma bəlkə də bu kömək çağırışlarının siqnallarıdır. Bəs görəsən uşaqların evdən qaçmağına səbəb nədir? Məncə ətraf mühit ola bilər, yəni təhsil ola bilməz, məktəb ola bilməz. Valideyn də bəlkə hardasa sıxır uşağı, amma məncə elə ətraf mühitdir. Uşağın tərbiyəsi ailədən gəlir. Bir də onun ətrafındakı oturub durduğu dostlarından. Bunların təsiri olmasa, heç vaxt uşaq evdən yayınmaz, qaçmaz heç yerə. Valideynlə asıldır, əlbət uşaqların özünə asıldır. Yetkin yaş çatmayan uşaqlardan söhbət gedirsə, valideyn özü uşağına, evladına nəzarət edə bilər də. Bu uşaq kimdən oturur, kimdən durur, kimdən danışır, hazırlaşıb, hara getmək istəyir, hazırlaşmanın məqsədi nədir? Nəzarətsizlikdir sadəcə, mən belə düşünürəm ki. Valideynlər daha çox uşaqlarını sıxmırlar. Daha çox sıxsalar ya tələb eləsələr, məncə bu cürə hallar olmaz. Olsa da nadir hallarda olar bir şey. Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, valideyn-şagird məktəb münasibətləri pozulub. Bu günləri şagirdlər evdən ona görə qaçırlar ki, valideynlər hər ay onların repetitor yanına getməsi üçün vəsait xərcləyir və yekunda onlardan daha yüksək nəticələr tələb edirlər və bu da şagirdlər üzərində baskıya gətirib çıxarda bilir. İkincisi, çox təəssüflər olsun ki, biz 15-20 il bundan əvvəl dərsdən çıxan şagirdlərin küçədə, stadionda oynadığını görə bilirdik, amma bu günləri uşaqlar asudə vaxtlarını keçirə bilmirlər. Mütləq şəkildə şagirdlərin fərdi pasportunu hazırlamalıyıq, onların psixoloji durumları ilə bağlı. Yəni şagird birdən-birə qərar vermir ki, mən evi tərcih edib. Ona istər valideynləri tərəfindən, həm yaşlıları tərəfindən təzyiqlər olur, bulik halları baş verə bilər. Yəni şagird müəllim, şagird məktəb, valideyn məktəb münasibətləri düzgün tənzimlənmədiyinə görə az yaşlı, xüsusən 12-13-14 yaşlı uşaqlar və diqqəti çəkən ondan ibarətdir ki, bunlar qız uşaqlarlar yaşayış yerini tərk edirlər. Yəni burada valideynlərin ciddi təzyiqi və yaxud da sosial şəbəkələrdə tanımadığı şəxslərlə tanış olandan sonra onlara şinikləşdirici vədlər verilir, eyni zamanda müəyyən şərait yaradacaqla bağlı yalançı vədlər verilir və bu proseslər baş verir. Psixoloq Şəbnəm Orucovanın sözlərinə görə uşaqların evlərini tərk etməsi sadəcə azadlıq istəyi ilə deyil, daxildəki dəyərsiz hissin, görülməməyin, anlaşılmamağın nəticəsidir. O bildirir ki, bəzən bu davranışlar valideynin diqqətini çəkmək üçün bir növ səssiz haray olur. Bəzən uşaqlar yeniyetmələr, üsyankarlıqlarını bildirmək istəyirlər, çünki fizioloji olaraq hormonal dəyişikliklər baş verir. Artıq mən bunu bacararam. Evdə siz mənə şərait vermirsiniz, imkan vermirsiniz, mən bunu çöldə bacararam. Onu eləməyə çalışırlar. Bəzən uşaqlar evdə hansısa ailədə bir gərgin vəziyyət varsa, ana-ata arasında durum yaxşı deyilsə, çoxlu stresslər, dava-dalaşlar varsa, uşaqlar onun əlindən qaçmaq istəyirlər. Bəzən uşaqlar var ki, belə bir vəziyyətdə özlərinə qarşı diqqət cəlb eləyirlər. Bəlkə evdən qaçım, valideynim mənə görə narahat olsun, məni görsün, artıq bəlkə bunu eləsəm mənim dəyərimi bilər, qiymətimi bilər, mənə görə narahat olsun. Elə bir səbəblər də var maalesef. Əfsuslar olsun ki, valideyndən çox çöldəkilərin fikirləri daha çox onlar üçün avtoritetdir. Çöldəki deyəndə ətrafı dostlardır, yaxınlarıdır. Ola bilər ki, bəzən o uşaqlardan da təklif gələ bilər ki, nəsə xoşuma gəlmirsə, gəl, qaçaq gedək bir yerdə evdən, macəralar yaşayaq, yeni həyat yaşayaq, görərsən, hər şey alınacaq. Valideyn uşağın emosional vəziyyətini həmişə soruşmalıdır. Psixoloqlar bildirirlər ki, sevgi, anlayış və dinlənilmə hissi övladın evdə qalmaq, evə bağlanmaq üçün əsas səbəblərindən biridir. Uşaq başa düşməlidir ki, dərslərdən çox valideynə maraqlı olan həmin uşağın daxili durumudur. Rəbiyyə Əhmədova, Ramiq Abbasov, APA TV.